Herkese salam değerli izləyicilərim. Bugün çoxdanın akımı olan elə bir bu şamı yandırsan belə əlinlə basanda əlin incitmir, nə də yanmır əlin. Belə bassan sönür. İndi bugün sizlərlə birlikdə onu sınayacağım. Bu arada ıslak kek eləyirəm. Çox qəşəng oldu baxımdan. Şeyini də paylaşacağım. Neyse dostlar, size tarifini vereyim. Islak kekin əsas keçir əsas məsələmizə. Neyse, indi bunu elə bir belə eləyəndə bu şeyləm əlimiz yanmamış. İndi görə yanacaq yoxsa yox. İnşallah yanmaz. Başlayaq. Yandı, yanır indidən. Ha. Dayan. Aa! Əlimə baxın, dərim çıxdı. Dostlar, zarafat bir yana, əlime kardeşim elədi deyə bunun elə bir şeylərdi. Əlime elə bir şamın əriyən şey düşdü, hər nəysə. Baxın. Edirəm. Gördünüz? Bastım belə. Aa! Sonra da basmayın. Siz elə yanan əsnada basın. Yanan əsnada belə basın, olur mu yəni? Həqiqətən düz deyilmişlər. Baxın, yeniləyirəm. Dayanın. Hazır mısınız? Baxın, diqqətlə. Bu şey olur dostlar. Niyə belə oldu bu? Amma ki olur. Yəni siz sınayın. Amma biraz diqqət eləyin. Çünki bunu baxın tez əriyir bunun içindəki. Şam əriyir tez. Ona görə əlimə sıçrayır. Amma geri qalan olur yəni. Baxın, yeniləyəcəm. Size bunu gösterme amacıyla. Bakın. Üfürmeyen bakın. Gördünüz? İçine olmur. Siz inşallah sınayarsınız ama biraz dikkatli olun. 6 yaşından uşaqlar eləsin bunu. Neyse. Öptüm. Ben getim ıslak kek eləməyə. Bakın, ıslak kekim burada mən gözləyir. Bye bye.